81-də 19-a baxırıq. Deyir ki, təyyarə ilə bir gündə 50 hektar sahəyə şam ağacı toxumları səpir. Bir gündə həmin sahəyə 50 ilə toxum səpmək üçün 400 adam lazımdır. Bir adam 50 ilə bir gündə nə qədər sahəyə toxum səpər? Neyinirik? Bir adam 50 hektara səpir. Eləmi uşaqlar? Deyir ki, 400 adam lazımdır. Bir gündə həmin sahəyə 50 ilə toxum səpmək üçün 400 adam lazımdır. Bir adam 50 ilə gündə nə qədər sahəyə toxum əkər? Onda neyinirik? 5-i 50 bölürük 400-ə. Sıfırlar gedir. 5-i 40-a bölürəm. Böləndə 0,125 hektar. İndi əgər kvadrat metr soruşsa, bundan da cavab yaza bilərsiniz. Əgər kvadrat metr soruşsa, 1 hektarımız neçə kvadrat metrdir? Onda 0,125-i nəyə vuracam? 10.000-ə. Bu da nə iləcək? 1250 kvadrat metr. Bu qədər. 20-yə baxıram. Düzbucaqlı şəklində olan bağın eni 680 metrdir. Uzunluğu bundan 170 metr böyük. $850. İndi deyək ki, bu bağın sahəsini tapın, cavabı hektarla ifadə edin. Yəni biz sahəsini taparıq. Yəni sahə nə idi? Eni uzunluğa vuraq. 680-i vuracam 850. Çünki metri metrə vuranda uşaqlar metrin kvadratı alınacaq. Sonra isə hektara çevirəcəyik. Gəlin 680-i vururam 850-yə. Elədi 578.000. İndi metrin kvadratı. Deyirik hektarla ifadə edin. Hektara çevirəndə görürsünüz uşaqlar. Neçəyə bölməliyik? 10.000-ə. Hektara çevirəndə yazıram 578.000 bölünsün 10.000. 3 ilə gedir. Bilgidən sonra bir dənə ədəd olmalı. Çünki onluqda o da nə elədir? 57,8. Cavabımız 57,8 hektar. Baxırıq. 21-ci tapşırığı. Düzbucaqlı şəklində olan tarlanın eni 1000 metrdir. 1200 metrdir. Uzunluğu 2500 metr. Hər hektardan 32 sentner buğday yığılır. Əvvəlcə gəlin uşaqlar, biz neyinirik? 1200 vurulsun 2500-ə sahəni tapaq. Sahədə deyir ki, hər hektardan hektara çevirəcəyim. 1200-ü 2500-ə vururam. Oldu bu metrin kvadratı. İndi bunu hektara çevirəcəm.
10 minə böləcəm. 10 minə çevirəndə, böləndə 1, 2, 3, 4. 4 dənəsini sildirəm. Nə alındı? Hektar. Cavabımız hektar. İndi metrin kvadratını hektara çevirdik. Hektara çevirdik. Nə elədi? 300 hektar. Hər hektardan 32 sentiner. 300. Vururam. Nəyə? 32'ye. Ne eləyir? 96 yanına da 2'dən 0. Nə qədər oldu? 96, 9600 sentiner. Cevabımız bu oldu.